Salamlar, Üç Uşaqlı Ananın bir günü vloquna xoş gəlmisiniz. Sizcə mən hal-hazırda hardayam? Qeydiyyat imtahan məntəqəsində. İmtahan verib sürücülük vəsiqəmi alıb evə yollanıram. Gəlin qaydaq əvvələ. Düşünürəm ki, əgər bu videoya baxırsınızsa, deməli sürücülük vəsiqəsi almaq istəyirsiniz. Ona görə sizə bütün prosesi ən xırda detalına qədər başa salacağam. İlk olaraq bizə imtahana hazırlaşmaq üçün bu iki vəsait lazımdır. Biri içində bütün qaydalar yazılan kitab. Bunu mən keçən il sentyabr ayının sonlarında almışdım. Qiyməti 8 manatdır. Digəri isə test imtahan çalışmalar kitabıdır ki, imtahana düşən sualların çoxu bu kitabdandır və qiyməti 15 manatdır. Mən imtahanı keçdiyim üçün aranızda imtahana hazırlaşmaq istəyən varsa, o şəxsə bunları verə bilərəm. Instagram səhifəmi qeyd edəcəyəm, mənimlə orada əlaqə saxlayarsınız. Sürücülük vəsiqəsi almağa ilk cəhdim 2019-cu ildə olub. O zaman kursa yazılmışdım. Sizdən də bu sənəd mütləq tələb olunacaq. Sürücülük kursları çoxdur, hər hansı bir nəsə yazılıb iştirak edə bilərsiniz. Səhv etmirəmsə, ilk iki imtahanda bu sənədi tələb etmirlər. Amma siz yenə də imtahan məntəqəsi ilə bunu aydınlaşdırın. Sonra pandemiya düşdü, müharibə oldu, başım xeyir işlərə qarışdı, bu məsələ unuduldu. 2024-ün sentyabrında qızım bağçaya getməyə başladı. Bağça bizdən uzaqdır və yoldaşım da uzaqda işləyir. Artıq anladım ki, köməksizəm və mənə iki uşaqla, uşaqları harasa aparmaq çox çətindir. Tək duyğu olsaydı idarə edə bilərdim, amma Ayazla çox çətindir. Siz də həmişə Ayaz üçün narahat olursunuz ki, onu tək qoyub duyğunun dalıyca gedirəm. Ona görə sürücülük vəsiqəsi mənim üçün prioritetə çevrilmişdi. Keçən ilin oktyabrından başladım kitabı oxumağa, testlər işləməyə. Bu balaca oğlan da mənimlə birlikdə hazırlaşırdı. Əgər özünüz tək öyrənməyə çətinlik çəkirsinizsə, imtahan üçün hazırlıq kursları var, onlara da yazıla bilərsiniz. Həm əyani özünüz gedib iştirak edə bilərsiniz, həm də onlayn şəkildə. Mən də onlayn şəkildə dərslərə qoşulmuşdum. O ərəfələrdə uşaqlarım pnevmoniya tutdular. Bir ayda 2 dəfə imtahan olur. Hər ikisində də iştirak etmişəm. İlkində sənədə görə problem olub, ikincidə də kəsilmişəm. Sənədlərinizdə problem olmasın deyə sizə hər şeyi ətraflı danışacağam. Uşaqlarım dalbadal xəstələndi deyə bir xeyli müddət ara verdim. Sizə məsləhətim budur ki, əgər subaysızsa və ya hələ uşağınız yoxdursa, sürücülük vəsiqəsini alasınız. Çünki uşaqla hazırlaşmaq biraz çətin olur. Deməli, imtahana suallara hazırlaşdınız, bitirdiniz. Hansı sürücülük məktəbində oxumusunuzsa, orayla əlaqə saxlayırsınız ki, imtahan vaxtlarını öyrənəsiniz. Onlar sizə vaxtı deyəndə 2 gün öncədən zəng eləyirsiniz ki, sizin sənədlərinizi özlərində hazır saxlasınlar. Yaxşı olar ki, imtahana 4-5 gün qalmış artıq digər sənədlərinizi hazırlamağa başlayasınız. İlk növbədə gedib Bakı şəhər narkoloji dispanserindən sənəd almalısınız. Sizə də məsləhətim budur ki, 10 dəfə yol ölçməmək üçün ilk ora gedəsiniz. Oranın işçiləri çox mehribandır. Körpə uşaqla olduğumu görüb sənəd işimi daha tez həll etdilər. Orada yaxınlaşıb deyəcəksiniz ki, sürücülük vəsiqəsi ilə bağlı mənə arayış lazımdır, sizə belə bir arayış verəcəklər. Mərkəz 1-5-ci günlər səhər 9-dan axşam 5-ə qədər, 6-cı gün səhər 9-dan günorta 2-yə qədər işləyir. Narkoloji dispanserdən çıxıb qeydiyyatda olduğum poliklinikaya gedəcəkdim. Orada analiz vermək saat 12-yə qədər olduğu üçün qayıdıb gəldim evə və uşaqla da getmək çox çətindir. Üç uşaqlı ananın bir günü bitdi və bu isə növbəti gündür. Hamımız hazırlaşıb gedirik. Bugün edəcəyim işlər çoxdur. Ayazı gecə aparıb qoyduq nənəgilə Şuvalana. Həm uşağı yormaq istəmədim, həm də uşaqla xəstəxana gəzmək çox çətindir. Həkimə? Belə nədə həkim apar? Duyğuşu qoya. Həri. Uşaq dedikməsin. Bu videolarda əlim sinematika deyib, çəkdiyim videolar slow motion olub. Duyğuşaq o balam. Duyğunu bağçaya qoyuruq. Yoldaşım məni qeydiyyatda olduğum poliklinikaya aparır. Özü də məni qoyandan sonra işə gedəcək. Ağlamadı. Hı? Ağlamadı. Çevrəlmişdi, qaşqabağını sallanmışdı.
Sağollaşmadı içməklə də. Steyləmədi, ağlayacaq çağırırsa. Yəni ki, ata ilə ana bir yerdə gedir harasa, mənsiz. Dedim axşam onu cəb səhə götürəcəm. Sonra ayaz gələcək, mən də gələcəm. Oldu. Və gəlib çıxdım qeydiyyatda olduğum poliklinikaya. Hər birini tək-tək sizə başa salacağam. İlk olaraq poliklinikanın qeydiyyat otağına yaxınlaşırsınız. Oradan tibbi kitabçanızı alırsınız. Siz hansı rayona qeydiyyatdasınızsa, mütləq o rayonun poliklinikasına getməlisiniz. Çünki imtahanda tibbi arayışla yaşadığınız ünvan üst-üstə düşməyəndə problem yaranır. Sonra tibbi kitabçanızla yaxınlaşırsınız profilaktika otağına. Həkim-terapevt sizi rüsum ödəmək üçün xəzinəyə göndərəcək. Rüsum ödədikdən sonra paket analizi sizə təqdim olunur. Yenidən profilaktika otağına qayıdıb həkim-terapevt sizə hər bir şeyi başa salır. Sonra isə sırayla bütün həkimlərə yoxlanışa gedirik. Mütləq ən birinci qan analizinə gedin. Çünki laboratoriya çox zaman saat 12-yə qədər işləyir, ondan sonra qəbul etmirlər. Növbəti isə EKG-dən keçdim. Burada ürəyinizi yoxlayırlar. Sonra kardioloqun otağına yaxınlaşırsınız ki, sizə çıxan nəticəyə görə cavab yazsın. Növbəti getdiyim yer isə rentgen otağı idi. Rentgen otağına da tez getməyiniz məsləhətdir, çünki bəzən qan analizi kimi onu da sabaha saxlayırlar. Hər dəfə həkimlərdən keçdikcə, əgər probleminiz yoxdursa orada qeyd edirlər və peçat qoyurlar. Sonra isə oftalmoloqa, yəni göz həkiminə yaxınlaşdım. Bir dəfə sağ gözü bağlayırsınız, sol tərəflə hərfləri oxuyursunuz, bir dəfə də solu bağlayırsınız. Növbəti otaq isə nevropatoloq. Sonra ikinci mərtəbəyə qalxdım ki, bu poliklinikada sonuncu həkimdən keçim. Burun, boğaz, qulaq həkimi. Sonra isə düşdüm yola, gedirəm 7 saylı poliklinikaya. Çünki bu poliklinikada psixiatr və cərrah yox idi. Bu arada sizdən bir xahişim var, kanalıma abunə olub gözəl şərhlər yazmağınız. Sizin üçün faydalı, analara motivasiya verici vloqlar paylaşıram. Sizin də yazdığınız gözəl sözlər məni motivasiya edir. Heç yerə tələsmədən piyada tək gəzmək üçün elə darıxmışdım ki. Uşaqlar doğulandan siyam əkizləri kimi hər yerə bir yerdə gedirik. Heç yerə tələsməmək də bir nemət imiş, bu zaman anlayırsan. Xəritə mənə bu yanı göstərsə də biraz çox gəlmişəm. Ona görə yenidən gəldiyim tərəfə qayıdıram. Və gəlib çatıram 7 saylı şəhər poliklinikasına. Burada yaxınlaşıram icbari tibbi sığorta yazılan yerə. Tibbi kitabça ilə rüsumu göstərirəm və məni göndərirlər buradakı həkimlərə. Həkim psixiatr müayinə edir. Qollarda kəsik varmı deyə qolları yoxlayır. Sonra isə cərrahın otağına daxil oluram. Bu arada sizə də şəxsiyyət vəsiqəsinin üzü lazım olacaq. Qeydiyyat və ya profilaktika otağından sizdən tələb edəcəklər. Gün bitdi və sabahsı gün yenidən poliklinikaya gəlirəm. Analizin nəticələri hələ çıxmamışdı. Xanım gördü ki, körpəliyəm, dedi laboratoriyaya yaxınlaş ki, sənin analizinin nəticəsini hazırlasınlar. Endokrinoloqun otağına gəldim ki, qan analizinin nəticəsinə baxsın. Bütün həkimlərdən keçdikdən sonra profilaktika otağına yaxınlaşırsınız. O sizi baş həkimin yanına yönləndirəcək. Həkimlərdən keçdiyiniz kağızla gəlirsiniz baş həkimin yanına. Hər şey qaydasında olduqda sizə tibbi arayışı imzalayıb verirlər. Həmçinin qeyd etməyi unutmuşam, narkolojidən aldığınız arayışı da bura verirsiniz ki, tibbi kitabçanın üzərinə qeyd etsinlər. Problem yaranmasın deyə digər sənədi də birazdan qeyd edəcəyəm. Balam xəstələndiyi üçün poliklinikadan çıxıb gəldiyi həkiminin yanına. Yoxladı, öskürəyi bir neçə gündür ki, artıb, ona görə antibiotik yazdı. Bu problemlərə görə deyirəm ki, sürücülük vəsiqəsini uşaqdan öncə almağınız məsləhətdir. Hadi. Ama nasıl sıraydı? Yerim ay seni. Yürüm. Hey. Və nəhayət gəlib çıxdım imtahan gününə. Did you eat chocolate? Hi, Can. Salam. Yaxşıyam, sən necəsən?
Yaxşıyam, Mirəm, sən necəsən? Ayazı axşamdan nənəgilə qoyduq. Yoldaşımın bugün iş günüdür, amma yenə də dedi ki, sən özün tək getmə, mən səni aparacağam. It's new. Və məni qoyub Duyğunu bağçaya apardı, özü də işə getdi. Bura Xırdalanda yerləşən qeydiyyat imtahan mərkəzidir. İlk olaraq yaxınlaşırsınız, öz məktəbinizdən kağızınızı alasınız. Özünüzlə şəxsiyyət vəsiqənizi, tibbi arayışınızı, əgər evlisinizsə, soyadınızı dəyişmisinizsə, məktəbdən aldığınız sənədlə soyadınız üst-üstə düşmürsə, nikah şəhadətnamənizi və onun kopyasını, oğlanlar da səhv etmirəmsə, hərbi biletini təqdim etməlidirlər. Aşağıda xəzinədə rüsum olaraq 40 manat 40 qəpik ödəyirsiniz. Səhv etmirəmsə ikinci dəfə imtahana gələndə 20 manat ödəyirsiniz. 2 sıra sizi yuxarı qaldırırlar. Burada əyləşib imtahan vaxtınızı gözləyirsiniz. Bu ekrana baxaraq bəzi qaydaları yadınıza sala bilərsiniz. Həmçinin imtahanın necə keçəcəyini də orada göstərir. Bu qırmızı oxla göstərdiyim yer isə imtahan zalıdır. Çanta, telefon, saat hamısını kənara qoymalısınız. Üstünüzdə tutsalar sizi imtahandan kənarlaşdıracaqlar. Əgər imtahanı keçə bilməsəniz, ekranda qırmızı lövhə çıxacaq. Əgər keçsəniz lövhə yaşlı olacaq, adınız, soyadınız yazılacaq və yezdə imtahanına getməli olacaqsınız. Bu imtahanı keçə bilməsəz, yenidən gəlməli olacaqsınız. Təkrar nəzəri imtahan verməyəcəksiniz, sadəcə yezdadan keçməli olacaqsınız. Əgər yezdə imtahanını keçmisinizsə, artıq sizi bir otağa göndərəcəklər. Elə yerindəcə şəklinizi çəkib, sürücülük vəsiqənizi əldə edəcəksiniz. Atalar 3-dən deyib, mən də 3-cü imtahanla burada işimi bitirirəm. İmtahandan kəsilsəniz belə heç vaxt həvəsdən düşməyin. Arzularınızı reallaşdırmaqdan qorxmayın. Ümid edirəm ki, bu vloqum sizin üçün faydalı oldu. Hər şeyi ətraflı başa salmağa çalışdım. Hər zaman yolunuzda, həyatınızda yaşıl işıqlar yansın. Sizi sevirəm, özünüzdən müğayət olun. Gələn vloqlarda görüşənədək.